Salam dostlar, necəsiniz? İnşallah ki, yaxşısınız. Həmişə də yaxşı olun. Bugün 5 apreldir, səhər saat 9-dur. Düzü mən saat 6-dan durmuşam. Şeylənirdim. Bugün ilk vıxadnayım olduğuna görə kravatdan durmaq istəmirdim. Bugün nə neyək? Düzünə qalası olsa, bayramdan sonra vlog çəkməmişəm. Bu bayramdan sonra ilk vlogumdur. Bugün də bayram vlogunu düzəldərəm, yükləyərəm. Sadəcə işləyirdim deyən vaxtım olmurdu. Bəlkə bugün də işə getdim. Bugün Maloçkada Tanya işləyir. O Tanyanın da oğlu əskərlikdədir. Bir göz ağrısı oğlu var. Deyir, ola bilsin ki, bugün onu görməyə icazə verdilər. Xahiş eləsəm gəlib məni əvəz edə bilərsənmi? Mən də razılaşdım. İndi praporçikdən cavab gözləyir. İcazə versələr gedəcəm onu əvəz eləməyə. Görək bugün nə edirik? Hələ ki planda paltar yumaq var. Paltar maşınını qorxuram qoşmağa. O gün bugün paltar maşını dincəlir. Hələ qoşmamışam. Hərdən birdən əlimlə yuyuram paltarları. Bugün də yenə əlimlə yuyaram. Stolun süfrəsini hələ taxmamışam. Bir həftədir demək olar ki, evdə yoxam. Xardinkdən tapdıqlarım. Hər smetandan biraz qalıbdı. Lazımdır bunları bitişdirmək. Bu ikisini şəkərburaya görə almışdım. Hərəsindən biraz işlətmişəm, qalıb. Ləliş mənə dünən spisik yazıb. Nə spisiki? Nə almaq lazımdır? Qarıcı bugün ərzaq almaq lazımdır evə. Hava soyuqdur, biraz küləklidir. Sabah hələ qar deyiblər. Snegopad vəbşi yazılıbdır, bilmirəm. Все-таки Tanya mənə yazdı ki, hə, bugün getməlidir. Nə olar, gəl, çıx, mənim yerimi əvəz elə. Deyib ki, amma heç kimə demə. Heç kimə deməmişəm. Sizdən başqa. Niyəsə bilmir o bir işçilər bilsin, bilmirəm niyə. İstəmir də. Mən həm də durub cəmaata nə deyəsim. Neysə ki, tez biraz ortalığı yığışdıraq Rusiklə. Gedək. Amma bilmirəm, mağazaya gedəsiyəm, ərzaq alasıyam. Deyirəm, sumkanı da mı özümdən götürüm, teleşkanı, yoxsa necə? Bir də evə çıxmaq istəmirəm sumkadan ötürü, ona görə. Qabları yudum, amma bu ət çəkən maşının reşutkadır da bu, reşutkası suyun içində qalmışdı, pasta kimidir. Azelit tökdüm, biraz da bura tökdüm azelit. Dedim, biz gəlinə kimi biz уже geyinmişik, çıxırıq Rusiklə. Gedirik Maloçkaya. Biz artıq çıxdıq. 7 dəqiqə sonra avtobusumuzdur. Drujoku da götürdük. Çünki qaydan başı evə girmək istəmirik. Qaça gəlmişik. 4 dəqiqə sonra avtobusdur. Gid onu çək. Çəkə biləsən? Tez ol. Касса самообслуживания, знаешь? Girdik mağazaya, istirdik yaşıl vinograd alaq. Все-таки oğlu əskərlikdədir. Deyir ki, klubnika istəyib, klubnika aparacam. Yazıq oğluna görə gedir. Sınıq, gəl bura. Biz də dedik, qoy bizdən nə sağ olsun. Nə axtarır? İstədim zilyonlu vinograd alım, çünki uşaqlarımız xoşlayır zilyonlu vinograd. O da yox idi, ancaq qırmızı. Aparsın oğluna. Oğlu əskərlikdədir. Yazın yoldaşı da invaliddir. Tək işləyir. Bizdən pay olsun, ha? Uspeli? Gəlir avtobus. Çatdıq, nə yaxşı. Bu ağzını bağla, tələsik çıxdıq. Bu yandan bağlanır, bu yandan. Elə bilər yemişik. Ayıbdır. Belə. Avtobusumuz gəldi. Şükür çatdırdıq. Üzümə hələ krem vurmuşam. Eləcənə qabıqdır. Biabırçı gündə. Deməli, xanımlar, biz artıq düşdük. Saat 12:35-dir. Tanya demişdi ki, yaxşı olar ki, saat 1-də 2-yə gələsən. Amma görürəm ki, istəyir ki, tez gəlim də. Dedi ki, abeddə çıxacam, falan şey almalıyam oğluma, bəhman şey almalıyam, nə bilim nə.
Mən dedim ki, qoyunda elə gəlim ki, abeddə bir dəfə ni çıxasan da, bir də dala qayıtmayasan. Hə. Prosta bir dənə oğlu var. O hələ əsgərliyə aparanda nə qədər ağlamışdı. Hə. İndi sevincək olub ki, oğlun yanına gedir. Hə. Nə demək istəyirəm? Yəni üzüm almaqda özümü göstərmirəm. Sadəcə məsəl üçün mən uşaqlarımı tanıyıram da. Mən Ləlişə desəydim ki, Ləliş, я хочу что-то купить. Mən istəyirəm nəsə alım o uşağa. Deyəcəkdi ki, Лялиш deyəcəkdi ki, сначала возмущаться deyəcəkdi. Зачем? Он нам никто. Зачем тратиться на него? Belə deyəcəkdi Лялиш. Düz demirəmsən? Мы не благотворительный фонд. Да. Hə, amma sonra da yenə də razılaşacaqdı. Deyəcəkdi ki, ладно, пойдем купим. Нам так сказать. Ya birinci возмуща, həmişə birinci возмущаться. Amma Ruslana yaxınlaşdım dedim, içimdən gəldi. Dedim ki, Sunov, həmişə siz vinograd xoşlayırsınız, zilyonuy. İstəyirəm gedim ondan ona da alım uşağa. Ne dersen, Rusик da diyor ki, ну давай, пошли купим. Не, ну я сначала тоже возмущался, потому что вы бы опоздали тогда. Da, no, mənə demədi o возмущениесini. Yəni deməyim odur ki, o 300 rubldan biz kasıb düşməyəcəyik. Prosta uşaqlarıma yaxşılıq eləməyi öyrətmək istəyirəm sadəcə. Başqa heç nə. Мы там сфоткались, помнишь? Gəldik çatdıq da, gedək. Помнишь? Yazıq getsin oğlunu görsün. Помнишь? Ondan sonra da Drujok'u niyə götürdük? Çünki evdə ərzaq yoxdur. Dedim elə evə qaydanda da bir də evə çıxmayaq da. Elə şeydir. Teleşka ilə gedək mağazaya, sırası ərzaq alaq, sonra çıxaq yuxarı. Hava bu arada soyuqdur, buludlardan görsənir. Там фоткались. Sabaha da qar, snegopad deyiblər вообще. Помню da солнышко, помню. 50 dəfə soruşdum. Ты ни разу не ответила. Помню, да, помню. Помnю. Си kurva. Помнишь? А вот я помню, потом Ürəyi genişdir mənim balalarım. Nə? Sim moy angel. Sən də gedəsən əskərliyə. Bilirsən də? Это если экзамен не сдам. Если экзаmen не сдаст. Сдам. Bizim Tanyamız biraz ağzı söyüşlü qızdır. Amma yaxşı qızdır. Ürəyi təmizdir onda. Hələ ki sakitçilik heç kəs yoxdur. Hə, gedibdir. Oy. Dedi ki, klubnika yiyəsiyəm maşındadır. Nə bilim, nə eləyəsiyəm. Hələ ki heç kəs yoxdur. Всё. Oy, zaryadka var. Yəqin aparar özünü. Biz zaryadka falan gətirməmişik. Deyənə gəlir, pilləkəndən düşür. Qoy gəlsin. Da, başlı. Deməli, bu gündən 125 nəfər adam olasıymış. Onlardan 77'si gəlibdi. Hardasa 20 dənə buradan, deyək ki, 30 deyək də qruba, 30 da, 50 nəfər də gəlməlidir ki. Ты не убирайся, ничего, журналы не заполняй. Ну, подавай распоряжение. Как придут, все нахрен заполнено. Хорошо. Тебе ничего не надо здесь забирать? Слушай, мы по дороге виноград купили твоему сыну. Не знаю, может надо, не надо. Зачем ты моему сыну купил? Нет, вот пускай твой сын ест. Я им куплю, они зеленый любят. Вот Я и тебе хотела зеленый, но там не было. Гуля, Придется в другой нет, магазин. вот пускай твои дети Не кушают. возьми. Нет, успокойся. Успокойся, Давай. Гуля. Я ему и так сейчас набрала, он много, говорит, не вези, потому что, говорит, хранить негде. Там много таких детей раздаст. Гуля, ну хватит, а? Без пакета. Вот ты, Гуля, вот ты занимаешься всякой хренью. Давай. Давай. Все, да? Мы открываемся, сынок? У вас еще 6 минут. Да. Все хорошо. Приходится. А я не буду так быстро нажимать туда-сюда, просто вот сюда вот нажимаю и сразу. Ну, я всегда так делала. Можно даже три еще вкладки открыть. Просто indi belə fikir versin. Когда если эта страница вторым стоит, он очень плохо работает. Поэтому надо его потянуть сюда, первым сделать. Когда дай попробую. Вот Ты я понял? нажал, а потом быстро вот так и вот так все. Benim malinki помощниким. Наша форма. Her yerdə mamasına kömək edir də. Да. Malinki stajyordur, stajyor. Формула крабсбургера.
Сюда. К нам идут. К нам идут? Да. Ты уверен? Да. Biraz buralar yapıştıralım. Здравствуйте. Мне вчера через 1,5 года. Да? Ну ничего. Если вот с 3 лет он дает, да? Если вы не многодетные, до 3 лет. Нет, с 3 лет дает молоко. Молоко, да. Если многодетный, с 3 до 7 лет, 18 лет молока. Пожалуйста. Сразу камень. Давай. До свидания. До свидания. Ходите. Ruslan acı. Acı. Burada qəşəng burger satırlar. Ama özləri hazırlayır da. Yani şey değil. McDonald's falan filan değil. Не спрашивал, куда греть, я сказала нет. Нет, подогреть не надо. Я вот сама подумала, Öbürsünü de koy. Koyak mikrovalına koy. İçsin. Dayazına. Я не тебе Elmanın en показывала. sevdiği burger. Həmişə burada işləyəndə alırdı. Ну я же не тебе показывала. Ay seni kurban. Вкусно? Düz 6 dəqiqədən sonra avtobus gələsidir. Gidik tez kurtkalarımızı giyinək. Jurnal dedi yazma. İşte açmışdım ki yazım da. Biraz dedi yazma yazmıram. Saat 3 olan kimi bağlayaq. Drujoku götürək qaçaq. Hı? Gidik görək nə alırıq. Временно капюшон так хотя бы. Сәрində hava sabaha снегопад deyiblər. А вот и наш автобус. Наш? Nаш. Gəldik evimizin yanına. Gidirik mağazamıza. Görək nə tapıb nə alacaq. Heç burada vinograt yoxdur. Ruslan da deyir başqa yerdədir. Bunun arxası da ovuşu da axı, ovuşun. Холодильник-то. Bilir də hər şeyi bilir. Hər şeyi bilir. Питаха есть, виноград есть. Нет, кырмызı я не люблю. Зеленый. Ha, bunlar okusuzdu. Mən nar şarap. Ha, вот солнышко. Сюда. Aha, масло. Sonra nə var? Брусничный соус. Ay, maraqlı nə var? Ketçup var evdə, sınok. Острый закончился, могу пойти туда. Ostroy tez almamışıq mı? Не знаю. А вот этот вот закончился. Закончился? Götür. Даже если не закончился, без разницы. Götür. Bilmirəm, vinogradın üstünə qoyma. Bilmirəm, bunların hamısı yerləşəcək bizim teleşkamıza yoxsa yox. Kızlar, yenə paraşoklara baxırdım və bunu gördüm. Tərs kimi bir dənə qalıb. Heç bilmirəm paraşokdur ya
ətir verəndir. 199 rubля. Bu nədir? Жидкое средство для стирки. Ha, paraşokmuş. Bunu onda alacağım. Demək ki, Peterkada skidkadadır. Buna bax, paraşokunu da tapdım. Жидкий 1 litr, liba paraşok 3 kilo. Uje kassaya getmək lazımdır. Mənə yadıma düşdü ki, mənə göyərti lazımdır. Rusikin də yadına düşdü ki, teleşkanı götürmək lazımdır. Davay. Biz uje liftdəyik. Yoruldum. Çox bu çörəklər yerləşmədi deyən. Çörəklər yerləşmədi deyən Rusik özü gətirir. Bizdə burada pilləkəndən əlavə kalaska yeri var. Oradan çıxartmaq çox çətindir. Ona görə təngəmə nəfəs oluram həmişə. Видишь, вот тут вот синячок маленький. Синяк? Маленький, да, видишь? Нет, не вижу. А вот так вот. Покраснел. Sumkamızı boşaltdıq. Biri ikinci səfər mağaza. Görüm nəsə tapıram mı maraqlı bir şey. Bir də Vibersimizdən sifarişimiz gəlibdi. Onu da götürəcəyik. Nasıl? Tərlədim. İş kurtkamı saymadım elə. Gedib ərzaqları boşaltdıq, çıxdıq. Теперь просто такой шашлычок, садничок будет. Da. Deməli qızlar, bugün yaman külək var. İndi bilmirəm, səsi xışıltısı düşür telefona yoxsa yox. Sabaha da sniqapat dedilər. Bəlkə bu vlogda onu 5 dəfə öncə dedim. Bilirəm, bezdirdim sizi. Bizim Ludamız, Elman yoldaşı, Domadedovda yarçı mağazasından tamaşa düyüsü alıbdı. İndi istəyirəm gedim bizim yarçı mağazamıza. Görüm orada var mı tamaşa düyüsü. Düz orada o almışdı 1 kiloluq yox, yarım kiloluq. Bəlkə də var versən sifariş eləsəm ucuz başa gələr. Просто А мы с тобой были в Ярче уже? Вместе, в этом? da были. Просто gec olar. O alım evdə dursun istəyirəm sadəcə. İndi baxaram Valberisdə görüm neçədir. Deməli baxdım Valberisdə 1 kilo tamaşa düyüsü 270 rubla, ən ucuzu. Görüm indi bu yarçıda neçədir. Eyni qiymət olar patolog. Gəlmişkən daha alaq. Çatdım zaten. Торговый центр. Торговый центр. Aş görək. Yarçıymış. Dene. Короче, qızlar müqayisə eləsək, burada ərzaqlar ucuzdur Peterkada. Mənim ləlişim xoşdur da bu peresi. Özü də axır vaxtlar yaman salata dadanıbdı. Elə spisikdə də yazır. Pomidor, perec, огурцы. Sarcaval tapdıq. Daha doğrusu Ruslan tapdı. Ha? Посмотри, какой сильный, мама. O da slivadır o da, amma bir dənə sliva. Yox, bir dənə sliva qiyməti var ha. Çorna? Amma bu birisinin qiyməti yoxdur. Какой качок сильный. 500 qram amma qiymət yoxdur heç halda. Ay canım. Смотри, теперь он слаще. Смотри. Küncüt 150 qramı 100 rubla. Lyon da var 45 rubla. Знаешь, что с ним будет, если его уронить? Как не кушать, лишь ölür редискоdan ötürü. Купить? Купить yoxsa evdə var? Не надо, я дома будет. Точно? Peterkada göyərti bu boydaydı. Bu boyda qabın burasına yığılmışdı. Я еще себе кое-что 100 rubla yaxın idi. Yine burada 50 rubladır. De? Nəylədir? с чесночным соусом и лапой. Lobster mən yemirəm. Ну ладно. Elə şey götürəydin ki, hamı yeydi. Чесночный соус внутри. Başlayın. Hə xanımlar, orada ris basmatinin qiyməti yazılmamışdı. İndi mən də ehtiyatdan yenə də götürdüm. Baxıram ki, ikisinə, yəni bir kilosuna 300 rubl pul çıxıbdı. Gəldik Perikryostka, çünki Çistin
Komet paraşok, Karaçay qabyon paraşok almalıyıq. Baxmaya bizdə boş qablardır. Nə qədər qabyonla yusan da yenə də paraşokla onu mütləq sürtmək lazımdır. Orada yadımdan çıxdı almaq. Buradan alarıq. Deyirəm hər dəfə bu mağazaya gələndə təzə şeylər görürəm. Eto mandarin, apelsindir balım. Нет. Heç nə də yazılmıyor. Тут же видно. Hələ bu nədir? Bu nədir bu? Artişok. Artişok çox eşitmişəm, amma nədir bilmirəm. Hə? 30 рублей. 100 грамм. Neynirlər ki? Alaq neyniyək onu? Artişok. Bu da mən valla evdə bunu görsəm uşaqlara deyərdim ki, ay bala bu apelsin tuluyunda ucu xarab olub. Qırıqlar düşəm nədir? Burnum axır. Gidək dəlçi baxaq. Bu mağaza bizi hər dəfə şey eləyir, təəccübləndirir. Lampoçku включи. Gitdik. А там фрагмент из ярче вот так где. Mən deyirəm də, burada bahadır. Periç 300 neçədir. Pomidor da mən orada aldım 200 neçəyə. Burada ən ucuzu 309-adır. Deyirəm ki, xanımlar, başqalıq mən axtaranda heç hardan çıxmırdı. İndi nə oldu? Hamısı birdən qabağıma çıxası oldu. Burada 3 kilo, hə, elə orada da 20 stirka yazılmışdı, 300 neçəyəsə. Mən də gördüm gelinə yazılıb 14 stirka, 200 rubla. Mən də 14 stirkalıq aldım. Çünki bilmirəm, maşınımız işləyəcək, işləməyəcək, amma de burada da 200 rubla. Solnaşqa bax. Там нету. Так тут тоже. Da. Bilmirəm, maşınımız işləyəcək, işləməyəcək, amma bizim maşınla gel gedir. Çünki paraşok istifadə edəndə izi qalır. Оставишь номер для рекламы. Ləliş çağıra, Rusik çağıra qalıb ki, mam gəbra. Sən demə, aromatizatoru da buradaymış. Niyə buradadır? Şeylərin içində anlamadım. Освежителlərin. Hə? Могли бы на автобусе поехать. Mənim köməkçimə baxın. Mən deyirəm тебе тяжело. Nə deyir mənə? Нет, мне тяжело, когда ты. Deyir мне тяжело, когда ты таскаешь. Senin qurban. Пока быстрее пойдешь в Альберс. Oy da hələ Valbersə görəsiz. Да, ты быстренько пойдешь в Альберс. Там постоишь и Ha, çıxacam ki, sən yoxsan. Niyyət. Нет, я тебя. Getmə gözümdən gedərəm özümdən. Hara bir yerdə. Bu Pieros'un şeyini tapdıq. Kondisionerini. Sən demə Ruslan tapan pol yumaq üçün imiş. Güya açıb eləyirdim, burnuma dəydi. Getmir, burnumdan isi getmir. Qəşəng isi varmış. Цветочек vişnya aldıq. İndi burnumdan isi getmir. Yarıldın? Нет. Kapşon taxmalı. Ayaqqabısı çıxıb başından. Ayaqqabısı çıxıb ayağından. Ver, bura podyumda çətindir. Ой, да ну. Bu arada yağış damcılıyır yavaş. Oy, istirdim deyim ki, sabaha da sniqa patlayıblar. Ay Allah'ın, insan bu kadar hursuz olar, сынок. Я сегодня во влоге 6 раз сказала. 8? Чеки. Mən çöldə gözləyirdim, bağla solnaşqı. Ruslan getdi, götürdü, gəldi, sağ olsun. Valberis'ten. Am? Bizdə Ruslan çox danışanda Ləliş gəlir, yanında durub belə. Tipo, все, sakit dur. Hop. Getdik. Deməli, xanımlar, burada Ruslanın telefonuna çəkirəm, çünki öz telefonum zanetdir. Görüntülü danışıram güya Səbinə ilə. Bu da aldıqlarımız. Bu aldıqlarıma 6000 rubl xərc çıxdı, pul çıxdı. Pamelanı Ruslan istəmişdi, Ruslana aldıq. Sonra beləsinə küncütlə kətan toxumunu aldım. Çünki kətan toxumundan çoxlu reseptlər görmüşəm, onu yoxlamaq istəyərdim sağlamlığa görə. Burada tərəvəzlərdir. Bu Pieros'dur. Bu bizim qabyon paraşokumuzdur. Bunu aldıq.
Alanda fikir verməmişdim, amma bu perasların biri ağ paltarlar üçündür, biri rəhli paltarlar üçündür. Bu rozavoy perası iyisi burnumdadır, uje xoşuma gəlir. Hələ işlətməmişəm, artıq yenə də iyisi, ətri xoşuma gəlir. Bu arada neçə gündür Ruslana marmelad söz vermişdim, onu da aldım. Özünə başqa istədiyi hər şeyi alıbdı. Deməli xanımlar, Valbresdən gələn, daha doğrusu Valbresdən aldığımız sifarişləri də açım. Mən bilirəm nədir, sadəcə Valbresdə daha ucuzuydu. Buna 300 nə qədərsə deyəsəm pul vermişəm, səhv salmıramsa kişmişdi. Sarı uzun kişmiş. Jumbo Gold adlanır. Və bunu keçən səfər sifariş vermişdik. Düzdülərləş başqa adres orada göstərmişdi. O da həmən günü gəlməmişdi. Başqa gün gəldi. Mən də daha ikinci səfər oraya getmədim. Ona görə geri qayıtdım. Amma bilmirəm daha Ləlişdən pul çıxdılar, yoxsa yox. Və bu da mənim ən sevdiyim. Mən bunu saatlarla oturub yeyərəm, doymaram. Alça cavalı qurusu. Bunun üstünə nə yazılıbdır? Alça suşana 1 kilosu. Təzə isə yenə aksiyalar gedirdi Valbresdə. 400 neçəyə düşmüşdü. Sakaz elədi. İndi yenə deyəsən qalxıb qiyməti. Görüşü biz buna sifariş verəndə 300 neçəyə idi. 1 kilosu 500 neçəyə kilo yarımı idi. Səhv salmıramsa. Həmən gün Ləlişə dedim. Bunları sifariş verdi. İyidəni sifariş verdi. Bunu sifariş vermədi. Sonra qiymətlər qalxdı. İndi gördüm ki, yenə biraz azalıb qiymətlər. Dedim ki, Ləliş, tez ol sifariş elə. Tez ol. Neyse, bunları almışdım ki, aş pişirim. Mən aşqarasını turş xoşlayıram. Axşama kartof qızardacağım. Deyin, niyə? Birincisi, sevdiyimiz yeməkdir. Əsasən də acı ketçupla, nə bilim, qarçıça falan filan. İkincisi də ki, hərənin öz sevdiyi salat var və hamı salat yemək istəyir. Salatın da yanında kartof qızardacağım sadəcə. Deməli, Ruslan istəyir bizim evdə hazırladığımız kök salatını, limonla olan. Ləliş istəyir pomidor, biber, nə bilim, xiyar, belə çoban salatı kimi bir şey, amma kələmlə. Yaz salatı da, belə deyək. Mən isə qırmızı soğan salatı xoşlayıram. Ay. İndi deyirəm ki, bəlkə salat eləyim, yanında da kartuşka qızardım. Ruslan deyir ki, öz salatımı özüm hazırlayacağım. Böyrümdə dayanır, yavaş-yavaş markovkalar təmizləyir. Birini artıq təmizləyibdir. Ləliş, daha sən ac deyilsənsə, onda sən salat eləməyək də, hə? Bu cür salat. Ölür də salatdan. Gələndən, işdən gələndən deyir ki, mən ac deyiləm, mən yemək yemişəm. Ladna, sənə də salat eləyək. Sən hara qaçdın? Получается мı? Deməli, Ruslan bizdə kök salatını eləyir. Bunun üçün sadəcə kökü elektrotörkadan keçirəcək. Duz, istiyot. Sonra nə gedir? Limon soku və yağ. Duru yağ gedir. Aha. Bunu siz artıq bilirsiniz. Yəni ki, təkrar eləməyə ehtiyac yoxdur. Bəsdir, hələ onu elə, hə? Да, половину сделай и все. Нет, это мало. Ruslan уже limon sıxıb bu arada. Tuzunu əlavə edir.
хорошо одну ложку просто. Ну, ты добавь, потом попробуешь. Ну, да. А ты перебивала сок? Перец? Да. Да, bugün aldığımız pereci düşünürüm. Deməli, bu luk lərkin salatına geçsin. Non, çox oldu. Так. И перемешать. Масло. Масло. Или масло в конце. Не, сейчас. Akkuratla yağdan da tök. Yağ olmasa markovka yaxşı həzm olmur. Соль вот так чуть-чуть. Yox, elə də hər yerə tökülsün. Bir yerə tökmə. Tök. Tök, qorxma. Наверное, все. Onu qarışdır. Вторую ложку. Ama akkuratla qarışdır. Sən elə qarışdırsan ki, hər şey uçur göyə. Да, потихонечку. Молодец. Так, bu ləlişin salatına geçsin. Biz fikirləşdik ki, hər şeydən biraz hazırlayaq. Lazım deyil. Çoxlu eləmək. Göyərtə burada çox qoyalım. Ruslanın artıq kök salatı hazırdır. Biraz istirik qalsın ki, həm sokunu versin, həm də dadları bir-birinə qarışsın. Deməli, xanımlar, artıq soğanı da doğradım, keşniş də doğradım. Düzdür, altda da var keşniş, çünki birinci keşnişi doğramışdım, sonra soğanları başladım doğramağa. Bura bizə gedir duz. Bu sonradan qatdıqlarım hamısı zövqə görədir. Yəni ki, burada yoxdur ki, düz bir qaşıq olsun, yəni həmsə istiyotu deyəsən çox oldu. Hardasa bir xörək qaşığı qədər yağ çox getmir, az gedir. Belə. Yağ. Limon soku. O da yarım dənə də ola bilər, bir bütöv də ola bilər. Yəni zövqünüzdən asılıdır. Bilka ilə eləyəndə daha çox sok verir, biləsiniz. Və nar soku lazımdır bizə. Bu da yenə zövqə görədir. Biraz əlavə eləyək, qarışdıraq. Baxaq, xoşumuza gələr. Saxlayarıq, gəlməz, yenə əlavə eləyərik hansısa çatışmayan bir ingrediyentini. Və son olaraq bir balaca, çox yox, bir balaca sumaq əlavə eləyəcəm. Və salam qarışdırırıq. Deməli, xanımlar, mən biraz duz, istiyot, limon və nar sokundan yenə əlavə elədim. Və indi bunu qarışdıracağım yenə bir daha. Belə də ki, bu salat ancaq qırmızı soğandan alınır. Ət yeməklərinin yanında və yaxud sadəcə salat kimi hazırlaya bilərsiniz. Çox dadlı, çox ləzzətli, soğan sevənlərə gəlsin. Və artıq soğan salatımız da hazırdır. Gördüyünüz kimi çox dadlıdır. Soğanla kökü indi hazırladıq ki, onlar biraz qalsın və dadları qarışsın bir-birinə. İndi keçirəm adi pomidor xiyar salatına, yəni ki, ləlişin salatına.
Her şeyi yerine koy. Пахнет лимоном холодильник. Hı? В холодильнике лимоном пахнет. Her şeyi yerleştir. Ete yağı bura. Poşkakları koy, vilkaları düz. Kaşkaları koy. Akıllı balam. Kaşkalar da düz. А здесь ты все? Или еще нет? Все, yaşa. А ты туда все добавила? Daha bir tane kaldı yemeğe çekmiş. Yemekteki просто как гарнир salatların yanında. В основном bugün salat yedik. Давай, canım. Bugünkü vloqumuz bu qədər oldu. Ümid edirəm ki, sevərək, bəyənərək izləyirsiniz. Abunə deyilsinizsə, abunə olmağı unutmayın. Bizimlə qalın. Hələlik.